Salam dostlar. Burada köhnə dostları, köhnə iş yoldaşları görmək xoşdur. Əli bəy, şadlısı görmək. Burada eyni zamanda bazar günü ailəsi ilə vaxtını keçirmək var ikən, istirahət eləmək, əylənmək var ikən, bazar gününü yeni təcrübə qazanmağa, yeni bir şeylər öyrənməyə çalışan bir insanları qarşımda görmək mənim üçün böyük bir sevincdir və mən şərəf duyuram ki, sizin önünüzdə çıxış eləmək şansım var bugün. Çox sağ olun gəldiyinizə görə. Mənim adım Edgar Abdullayevdir. Özüm böyümüşəm Azərseldə, korporativ həyatım 2006-cı ildə. Azərseldən sonra öz təsis etdiyim mobil application üzərindən taksi xidməti oldu. Uber girdi bazara, devalvasiya və s. tam vaxtı idi. Ondan sonra Paşa Bankda ölkəmizin ən böyük korporativ bankında fəaliyyət davam elətdirdim və həmən Paşa Bankdakı uğurlu 3 illik fəaliyyətdən sonra Azərconnect-də dəvət olundum. Baxsel Nar City-net hamısının müştəri və rəqəmsal xidmət idarəsinin direktoru kimi bizim ən məşhur mənim məhsullarım, yəni mənim komandamın Car Plus və My Baxsel əplərdir, korporativ və retailda. Və 2021-ci ildən də United Payment MMC-ni təsis etdim. Həm təsisçi və direktor, yəni Türkiyə şəriklərlə təsis etdik və biz Azərbaycan maliyyə tarixində ilk elektronik pul lisenziyası alan maliyyə institutu, yəni Azərsel, Paşa Pay, M10, M-Ana hamısı bizdən sonra aldı. Mayın 16-sı bir ilimiz olacaq. İlk elektron pul təşkilatı lisenziyası almışıq. Bunu ona görə danışıram ki, mənim keçdiyim korporativ inkişaf yolu mənə ən azından biraz haqq verir ki, bugün sizlə bölüşüm CRM və CRM-də marketingin rolu haqda. Çünki ən azından mənim komandamda mənlə birlikdə işləyən peşəkarlardan, ulduzlardan biri Əli bəy də burada əyləşib. Əli bəy hamınız tanıyırsınız. Biz belə insanlarla mən həmçinin oyun çıxartmışıq, amma çox böyük bir nəticələr əldə etmişik. Və bugün danışmağa başlamadan əvvəl CRM haqda yəqin ki, hamı bilir CRM nədir. Çox qısa bir ifadə edəcəm, vaxtımız məhduddur deyə çox interaktiv getməyəcək. CRM müştərilərlə münasibətlərin idarə olunmasıdır. Və müştərilərlə münasibətlərin idarə olunması mən təlimlərimdə də, öz komandama da deyirəm. Yəni, qapıdakı o təhlükəsizlik əməkdaşı, sizin ofisinizi süpürən xadiməçi xaladan tutmuş, sahibkara qədər, shareholder'a qədər gedən bir mədəniyyətdir. Və hər kəs öz addımlarında, qərarlarında, verdiyi xidmətin keyfiyyətində müştərini mərkəzə qoymalıdır və müştəriyə odaqlanmış, müştəriyə fokuslanan xidmət təqdim etməlidir. Çünki yekunda bizə pulu verən müştəridir. Və bəzi şirkətlərdə, bəzi bürokratik, ənənəvi, sovetdən qalan, mən haqqında danışanda belə əsəbləşdiyim şirkətlər var ki, müdür dedi və hamı qorxur gedib soruşmağa, ağsaqqal deyib, müdür deyib, eləyirlər və batırlar. Və yaxud da ki, problem olur, hətta onu da qorxurlar müdür edilməyə ki, heç kim almır ki, nə qədər müştəri itirmişik. Müdür deyilsə, deyirlər, müəllim, əladır, sizə qurban olaraq, nə qəşəng fikirləşdiniz. Belə yerlərə aid deyil CRM. CRM ali məqsədi, qısaca desək, buyurun. Mövcud və potensial müştərilərinizdən maksimum pul qopara bilməkdir. Maksimum fayda əldə etmək, maksimum olaraq xidmət və məhsulu satmaq. Yəni, əgər xeyriyyə cəmiyyəti deyilsinizsə, biz bir ailəyik, Coca-Cola sevinci gətirir, Araz baba eynilik mərədir, xanımlar olmasa laf açıq deyəlim, mən neynədə Araz baba. Məqsəd nə idi? Məqsəd bizdən daha çox pul qoparmaq, düzdür. Xeyriyyə cəmiyyəti deyilsinizsə. Mən də elə yaşayayım, yəni normaldır. Burada məsələn, məqsədin büyüyün o deyil. Araz baba eynilik deyil. Hə, gülü deyirlər. Yəni ki, çox maraqlı konseptdir, hekayəsi var, o vaxtda da danışacağım, vaxtımız çatsa. Çox yaxşı idi hekayəsi. Sağ olun ki, gəldiniz. Bazar günü, yəni, çox böyük bir şeydir. Bizi sahibi gəldiniz. Və məqsədimiz, əgər dediyim kimi, korporativ şirkət isə, revenue, gəlirləri artırmaq, qazanc əldə etmək istəyirsə, müştərinin nazı ilə oynayıb, müştərinin istədiyi təcrübəni ona yaşatmaq, istədiyi məhsulu maksimum bizə sərf edirsə, istədiyi qiymətə verib, daha çox satmaq. Və buna görə də, bayaq Özaylə xanım da qeyd elədi ki, marketing CRM-dən, marketingdən sonra əslində CRM özü müştərilərin münasibətinin idarə olunmasında satış, marketing və xidmətin vəhdəti olmalıdır. Marketing ayrı bir dünyadır, satış ayrı bir dünyadır. Mən kimi ayatsız və girişimci adamlardan ibarət komanda. Müştəri xidmətləri başqa bir dünyadır. Orada daha çox servant
birlikdə xidmətçi ruhu və yaxud da ki, Türkiyəli qardaşlarımızda gördüyümüz xidmətçi kimi oynayırmış ruhu. Çünki pul verməsən səni qovar da dükandan. Amma pul verirsən deyə buyur abimə bir çay, sonra 100 dollarlıq kurtkanı 450 dollara yapışdırır. Sən dedirsən sağ olsun, bizi necə sevirlər. Mənə görən kimi çay verdi. Amma bu üçü bir yerdə olmalı ki, CRM olsun. Və burada əgər o abimə bir çay deyən satıcının feedbacki harasa bir mərkəzə yığılmasa, ondan sonra marketing komandası o feedbacki nəzərə alıb yeni kampanya dizayn edib bazara buraxmasa və o kampanyadan yararlanan və yaxud yararlanmaq istəyərkən çətinlik yaşayan müştərinin geri bildirimini müştəri xidmətləri əməkdaşı qeydiyyata alıb təzədən ötürməsə bu lupa, bu cycle-a deyək də, bu dövrüyə, bu dairəyə buraxmasa, burada ümumi vəhdətdən söz gedə bilməz. Və nə baş verir? Mənim müəssisənin adını da dedim, harada işləmişəm. Okey də, özünüz çoxunuz bunu yaşamışsınız. Çoxunuz yaşamışsınız. Gəlirdi məsələn Harvardda, nə bilim, haradasa oxuyan bir uzman, Bakıda çox varlı bir ailədə böyüyüb bu uşaq, super insandır. Prosta küçələri görməyib, vətəndaşı tanımır, bilmir peylaşki satan xala nə istəyir, bilmir parkovşiklər nə üçün var. Öyle bilir ki, yaxşı dayılarda parkovkaya kömək edirlər. Bu oğlan xaricdə yaşayıb, gəlib düşüb böyük bir korporasiya, marketing meneceri və mavini, deyir ki, mənim bomba bir dənə fikrim var, gəlin belə edin. 20 manatlıq paketi 25 manata satır. Yəni, müştəri xidmətlərini və yaxud da ki, satışın geri bildirimini nəzərə almadan öz xəyallarına görə bir produkt, bir məhsul buraxır. Adlarını desən, biləcək şirkətdə, ona görə o məhsulları xatırlatmayacaqsa, düzgün deyil. Və ondan sonra da uğursuz olur. 1, 2, 3, sonra həmin adam bir də ayırırsan 3-4 ildən sonra ki, bu uğursuz marketoloq imiş. Yəni, çünki müştəri geri bildiriminə fokuslanmır. Bunu elədiyi ancaq özünün Harvardda öyrəndiyi. Amma biz nə görmüşük? Biz bir çox müəssisədə layihələri eləmişik. Əli bəyə baxıram belə gizlimizi. Çünki böyük adlarla, McKinsey ilə, Ernst & Young'la, Deloitte'la gəlirlər best practice bölüşürlər bizdə. Singapurun best practice'i, nə bilim, Amerikanın best practice'i, Avropanın. Bura Qafqazdır, bura Azərbaycandır. Bizim müştərimiz Azərbaycan xalq. Biz istiqamlı, emosional, nə bilim, dalaşqan, bəli, narazı, belə ümumiyyətlə küsməyə meyilli bir halda mən belə müşahidə etmişəm. Mən fəxr edirəm, mən də Azərbaycanı belə yapmayacağım. Sən bundan ötürü nə verə bilərsən? Gedib İtaliyada uğurlu olan bir layihə gətirib şak kopyalayırlar burada, 2 milyon 500 min dollar verirlər, ondan sonra da uğursuz olur, sonra da deyirlər ki, sizin komandanız yaxşı deyil. Amma halbuki burada CRM yox idi, burada müştərinin nə istədiyi nəzərə alınmamışdı və müştəriden alınan feedback'a uyğun marketing aktivitələri, marketing kampanyaları aparılmamışdı və nəticədə də uğursuz olmuşdu. CRM-də marketingin rolu deyəndə də bunu nəzərə tuturuq ki, müştəriyə ilk toxunuşdan, ilk salamlamadan ta müştəri sizin brendin vəkili olana qədər. Bilirsiniz də belə bir müştəri həyat siklları var. Birinci müştəri xəbərdar olur ki, ümumiyyətlə belə bir şey var. Məsələn, Çin avtopromarkda deyək də, 10 il əvvəl nə idi? Çinlilər maşın buraxır, xəbərdar olur. Sonra bir fikir formalaşır. Dostdan, tanışdan, özündən. Fikirdən sonra tərcih yaranır. Amma sən yenə BMW sürürsən, amma bir tərcih yaranır. Ondan sonra gedirsən seçim eləməyə, sonra satın alırsan. Satın alandan sonra başlayırsan onu istifadə edərək təcrübəni yaşamağa və o yığılan təcrübə əsasında səndə rəy yaranır və yaranmış rəy nəticəsində də ya brendin vəkilinə çevrilirsən, ya da olursan artıq brendin düşməni. Maşının açaraq da Çox maraqlı danışırsın. Ona təsvir fikri var. Çox sağ olun. Mən heç başlamamışam. Yox, başlasam da. Olursan brendin vəkili. Mən niyəsə, mən yolda qoyur BMW. Mən olub ki, mən əməliyyatdan çıxan yaxın əzizimi götürməyə gedəndə Leyla klinikasının qabağında sönmüşdüm. Öz başına. Ölürəm də amma burada. Niyə? Çünki yaşadığım təcrübə məni edib brendin vəkili. Və o müştərinizi sizdən heç olmasa bir dənə, nə bilim, kofe, saqqız, süpürgə, nə satırsınızsa da, almaqda gətirən də marketingdir. Sonra o müştəri ilə yaşanan təcrübəyə əsasən bir rəy formalaşdırıb o müştərini sizin vəkilinizə, sizin qoruyucunuza çevirən də marketingdir. Və məşhur, yəni siz özünüz bilirsiniz, Philip Kotler marketingin atası sayıla bilərsiniz. Mən nə yaxşı bilirsiniz, mən marketolog deyirəm. Mən bazardan öyrənmiş adamım.
Philip Kotler də deyir ki, ən gözəl reklam elə razı qalmış müştərinin dediyi reklam. Yəni word of mouth deyir. Mən bunu el dili olaraq tərcümə etmişəm. Yəni hamı nə edir? Böyüdə zor maşındır, amma böyüdə uçdu, divara çırpıldı, az deformasiyaya uğradı. Ondan sonra hamı danışır ki, böyüdə əla maşındır. Məsəl üçün. Və bu əvəzi yoxdur. Nə qədər pul xərcləsən də, Aras baba da gəlsə, Eldar baba da gəlsə, xeyri yoxdur. Onu yaşayandan sonra bir 40 nəfər qonşularına deyir, onlar da hamıya deyir və beləliklə el dili ilə sizin brendinizin həm özü yaranır və brendin vəkilinə çevrilir. Və marketinqin qısaca desək CRM-də rolu odur ki, yığılmış müştəri məlumatları və müştəri təcrübəsinə əsasən müştərinin ehtiyacını müəyyən edib, ona uyğun yeni məhsul, xidmət və kampaniyalar çıxarmaqla daha çox gəlir, daha çox müştəri əldə edə bilərsiniz. Çox sağ olun. Çox sağ olun. Dinlədiyinizə görə. Ekrem Bey, istəyirəm sizə bir sualımı alayım. CRM-dən danışdıq, müştəri münasibətlərinin idarə olmasından. Bəs yaxşı, müştərinin hər istədiyini yanına verəcəyik. Çox gözəl məqama toxundunuz. Məsələn, Steve Jobs demişdi ki, bizim o qədər rilizlərimiz var ki, yəni biz bunu bugün buraxsaq iOS-da, insanlar o qədər çaşbaş qalar ki, istifadə eləməzlər iOS-u. Zəhlələri bilərlər. İkinci tərəfdən, əslində mən həmişə dediyim, özümün də inandığım bir şey var. Müştəri həmişə bilmir nə istəyir. Müştəri deyir, elə deyil. O bilmir nə istəyir və nəyin vaxtı, nə vaxtı. Ona görə düz vaxtı, düzgün insana düzgün mesajı vermək lazımdır. Bir də müştərinin istəyini idarə olması bağlı Canon modeli var. Mən yazaram sonra ora. Canon'un modeli var. Yəni 3 istiqamət var. Var olmazsa olmaz. Yəni bir müştəriyə verdiyin xidmətdə olmasa olmaz. Məsələn, təlim mərkəzində masa olmasa, işıq olmasa olmaz. Məsələn, Rəvan bəy danışmasa yaxşı olar. Danışsa olmaz kimi məsələlər. Bu birincidir, olmazsa olmazdır. İkinci məsələ, nə qədər çox olsa o qədər yaxşıdır. The more is better. Yəni daha çox olsa yaxşıdır. Məsələn, otellərə əvvəl gedəndə biz şampun, bizdə mən də bəlkə heç görməmişəm onu. Oteldə sabun olsa sevinirdim. O şampun olanda the more is better. Nə qədər çox olsa o qədər yaxşıdır. Sonra o qədər inkişaf elədi ki, oldu şampun, saç kremi, lasyon, bədən kremi, kondisioner, nə bilim nə, üz dəsmalı, ayaq dəsmalı. Oteldə o nə qədər çox olsa yaxşıdır, olub olmazsa olmaz. Sən sabah otelə girəndə ayaq dəsmalı, xalat yoxdursa, o narazısan. Vaxt var idi, bu daha çox olsa yaxşıdır klasifikasiyası. Üstünlüyü olan şey bugün adi bir normaya çevrildi. Bir də var, üçüncü, Belaydır. Təşəkkür ederim. Qoy bundan. Bugün də deyimsə, nazı ilə oynamaq var, bunda da təhlükəli məqamdır, bu diqqətli olmaz. Bugün verdiyiniz şey sabah verə bilməsəz, durduğu yerdə müştəri narazılığına səbəb olur. Bilirəm, ürəyiniz doludur. Hörmətli iştirakçılar, heç narahat olmayın. Hər birinizin sualları bizim hər iki panelin sonunda sual-cavab sessiyasında cavablandırılacaq.